elə bir peyğəmbər olmayıb ki, ümmətini bildiyi xeyrə yönətməsin. Necə ki, yəni İmam Müslimin və digər həmçə İbn Məcənin rəvayət elədiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İnnehu lem yekun nabiyyun qabli illa kana haqqan alayhi an yadullu ummatu ala ma ya'lamuhu khayran lahum." ki, sizdə məndən qabaq elə bir peyğəmbər olmayıb ki, yəni bildiyi xeyirləri ümmətinə çatdırmasın. Yəni bütün peyğəmbərlər lazım olan bütün xeyirləri ümmətinə çatdırıblar. Və onları davam edərək deyir ki, və onları bütün bildiyi şərlərdən onları çatdırıblar ki, uzaqlaşsınlar. Deməli, elə bir xeyir yoxdur ki, Allah Resulü sallallahu aleyhi və səlləm ona insanlara yönəltməsin. Elə bir şər də yoxdur ki, insanları ondan çəkindirməsin.